Örnek sualımız aşağıda verilen variantların hansında sifət subject complement kimi işlənibdir. Yəni ki, mübtədanın tamamlayıcısı. Buyurun Nigar, mən sizə eşidirəm. Fikrinizi bildirin və izahınızı verin. İzah edə bilərsinizmi suallarımızı? Hayır, bana başa Aha. düşüyorum. Gəlin, onda qaydanı yadımıza salaq. Mən qaydanı keçən dərsdə izah etdim ki, var subject complement, var object complement. Subject complement mübtədanın tamamlayıcısıdır. Object complement isə tamamlığın tamamlayıcısıdır. Subject complement'ı biz necə ayırt edirik cümlədə? Çox asan. Mübtəda, xəbər, xəbərimiz bağlayıcı fiil olmalıdır. Link verb olmalıdır. Və link verbdən sonra mübtədamızı izah edən ya sifət gəlir, ya isim gəlir, ya ismi birləşmə gəlir. Doğru variantımız A variantıdır. Local residents were disappointed. Yerli sakinlər məyus oldular. Bizim burada xəbərimiz were-dür. Bağlayıcı fiildir. Nədən məyus oldular? With the decision, qərarla. Amma tamamlayıcımız, yəni ki, subject complementimiz disappointed sözüdür. Yerli sakinlər eləcə qalsa oldular. Amma mübtədanın izahı gəlməlidir. Məyus oldular. Bax, bu məyus sözü burada bizim məyus sözü nəyi izah edir? Yerli sakinləri, cümləmizin mübtədasını izah edir. Nədən sonra gəlib? Bağlayıcı to be fiilindən sonra gəlibdir. Bu subject complementdir. Gəlin B variantına baxaq. B variantında she looked, baxdı. Looked at, göründü yox, baxdı. Looked at, bu bağlayıcı fiil deyil və ona görə də bizdə burada subject complement yoxdur. C variantında just a few more questions, then will leave bağlayıcı fiil deyil. D variantında they gave verdilər uşaqlarına qeyri-adi adlar, gave bağlayıcı fiil deyil. Y variantında you will not be able to keep it secret forever. Burada da will not be able to modal fiil, keep deməli bağlayıcı fiil deyil. Ona görə də bizim bu cümlələrdə subject complement axtarmağımızın mənası yoxdur. Bir daha deyirəm. Nə var ki, siz görürsünüz ki, mübtəda gəlir. Mübtədadan sonra hər hansı bir bağlayıcı link verb gəlir və o link verbdən sonra gələn isim və yaxud sifət bizim cümləmizin mübtədasının tamamlayıcısı olur. Ona deyirlər subject complement. Object complement nə idi? Object complement isə cümləmizdə nə gəlirdi? Mübtəda, xəbər, tamamlıq və tamamlıqdan sonra tamamlığı izah edən bir tamamlayıcı söz. O isə adlanır ingilis dilində object complement. Sifəti davam edirəm, bugün izah edirəm. Bugünkü sifətin davamının mövzusu the order of adjectives, yəni sifətlərin sırası. Sifətlərin sırası deyəndə müəllimlər, məsələn, Azərbaycan dilində biz hər hansı bir sözü bir neçə sifət təyin edə bilər və fərqləndirmirik. Hansı sifəti hansı yerdə işlətmişik ismin əvvəlində. Amma ingilis dilində belə deyil. Bəzən bir isim cümlədə birdən çox sifətlə təyin oluna bilər. Bu halda sifətləri bəlli bir qaydaya əsasən sıralamaq lazım gəlir. Mütləq şəkildə ingilis dilində hər bir sifətin ismin qarşısında öz bir neçə sifət ardı ilə bir ismi təyin edirsə,
Hər bir sifətin özünün işlənmə yeri var. Fərqli sıralama formaları olmasına baxmayaraq, dildə yerləşmiş şəkli ilə ən geniş yayılan sıralama nosaskomp üstəgəl noun adlanır. Aşağıdakı kimidir. Lakin bu sıralama sabit deyil. Bəli, bu sıralama sabit deyil, dil üçün sabit deyil. Amma bizim testlərimizdə bax bu sıralama ilə işləyirik biz. Nosaskomp isə verilən sifətlərimizin adlarının baş hərfləridir. Birinci yerdə əgər bizim ismimizi təyin edən say varsa da, ən birinci yerdə say, rəqəm ola bilər, kəmiyyət bildirən söz ola bilər, ən birinci yerdə o işlənməlidir. İkinci, opinion. Nə deməkdir opinion? Opinion deyilən sifətlərə nələr aiddir? Opinion deyilən sifətlərə bizim öz fikrimizcə, öz fikrimizi ifadə etdiyimiz sifətlərdir. Yəni, nə mənada öz fikrimizi ifadə etdiyimiz sifətlərdir? Məsəl üçün, mən bir qız görürəm və deyirəm ki, gözəl qızdır. Bu, mənim fikrimdir ki, o qız gözəldir. Ola bilər ki, siz deyəsiniz ki, gözəl deyil, çirkindir. Bu isə sizin fikrinizdir. Bax, belə sifətlər, hansı sifətlər ki, hər bir insandan insana dəyişə bilər, öz fikrini hər kəsə ifadə edə bilər. Belə sifətlər, opinion sifətlər adlanır və onlar ismində deməli ikinci yerdə durur. Əgər say yoxdursa, məlum məsələdir ki, bir gələcək, amma say varsa ikinci yerdə o gəlir. Bir daha izah edirəm. Ola bilər ki, mən də siz də hər hansı bir kitabı oxumuşuq. Mən deyirəm, maraqlı kitab idi. Siz isə deyirsiniz ki, yox, maraqlı deyil idi, darıxdırıcı kitab idi. Bu bizim hər kəsəmizin öz fikrimizdir. Mənim üçün kitab maraqlı gəldi, sizin üçün darıxdırıcı gəldi. Bax, belə sifətlər opinion sifətlər adlanır. Məsələn, useful, faydalı, frightening, qorxuducu, beautiful, gözəl, dangerous, təhlükəli, wonderful, əsrarəngiz və s. Sonra size, ölçü gəlir. Ölçüyə aid olan sifətlər big, large, small, tall, short, long. Physical quality, yəni ki, fiziki keyfiyyəti. Sin, arıq, rough, kələ-kötür, untidy, çirkli, hard, möhkəm. Age, yaş, young, old, new, novel, second hand. Shape, forma, round, square, fat, slim, color, renk, blue, red, pink və s. Participle adjectives, yəni ki, sifət, fiili sifətlər. Sınmış, məsəl üçün broken, yazılmış, written, seçilmiş, chosen. Origin, nationality də deyə bilərik. Italian, Japanese, Turkish, Muslim. Material, materialı, plastik, cotton, wooden, woolen, type, növü, digital, general purpose, foresighted və purpose, məqsəd. Nə deməkdir məqsəd? Hansı məqsəd ilə işlənir? Hansı məqsədə görə işlənir? Məsəl üçün, alarm clock. Alarm hansı məqsədə görə işlənir? Zəngli saat. Walking boots. Necə bootslar? Gəzinti üçün. Living room. Necə otaq? Qonaq otağı üçün. Bunlar isə, belə sifətlər isə purpose adlanır və bir daha deyirəm. Bax, bu sıralan, bu deməkdir ki, bir ismin qarşısında elə bax, burada 12 dənə yazılan sıralanmanın hamısı olacaq. Xeyr, ola bilər ki, məsəl üçün shape olsun, origin olsun, opinion olsun. Biz nə fikirləşirik? Biz deyirik ki, hə, opinion shape-dan əvvəl idi. Sonra shape origindan əvvəl idi. Deməli, birinci yerə opinion, shape, sonra isə origin işlətməliyik. Məsələn, gəlin nümunəyə baxaq. It was made of a strange, green, metallic material. Bu deyir, qəribə, yaşıl, metal materialdan düzəlmişdir. Strange, qəribə. Qəribə mənim üçün ola bilər. Bəlkə sizin üçün o qəribə deyil, adi bir şeydir. Ona görə opinion birinci yerdə gəlir. Green, yaşıl, kalədir, kalə gəlməli. Metalik material bildirir, metal, o isə axırda gəlir.
və yaxud it is a long, narrow plastic brush. Long, uzun, artıq bu nə olar? Bu bizdən ötürü olar onun ölçüsü. Narrow, dar, bu bizdən ötürü olar onun fiziki keyfiyyəti, plastik isə material və əgər bunlar qarışıq yazılmışdırsa, biz bilməliyik ki, uzun ölçü bildirən gəlməlidir, sonra fiziki keyfiyyətinə görə gəlməlidir, sonra isə material gəlməlidir. Aşağıda isə buna aid digər sıralanmalar verilir, ancaq gəlin biz sizinlə key point-ə baxaq. Bu sıralamanı daha yaxşı yadda saxlamaq üçün diqqət etmək lazımdır ki, gradable adjectives, opinion, size, quality, shape, age adətən non-gradable adjectives'dən participle adjectives, origin, material, type öncə gəlir. Bu nə deməkdir? Bu deməkdir ki, biz artıq sizdən keçdik ki, İngilis dilində elə sifətlər var ki, dərəcələnən sifətlərdir. Bunlara hansılar aid idi? Bax, məsəl üçün, opinion, size, quality, shape, age bildirən sifətlər dərəcələnə bilən sifətlərdir. Və dərəcələnə bilməyən non-gradable adjectives isə nə idi? Participle adjectivesdir, məsəl üçün, və yaxud da ki, milliyyəti bildirəndir, və yaxud da ki, hər hansı bir materialdan olandır, növüdür. Bunlar isə dərəcələnə bilmir. Daha yaxşı yadda saxlamaq üçün yadda saxlayaq ki, öncə gəlməlidir dərəcələnə bilən sifətlər, sonra isə dərəcələnə bilməyən sifətlər. Amma burada da bunların özlərinin yerini düzgün yadda saxlamaq lazımdır. Pretty bir başqa sifətdən əvvəl gəlirsə və aralarında vergül yoxdursa, çox, olduqca, quite, very anlamına gəlir. Adverb ilə işləndikdə demək olar ki, almost. Demək olar ki, anlamına gəlir. Ümumiyyətlə, pretty bir sifət, burada yazılır, indi onu izah edərəm. Deməli, nəyə yadda saxlayıq? Əgər pretty hər hansı bir sifətdən əvvəl gəlibsə də, çox, olduqca mənasını verir. Zərf ilə işlənibsə də, demək olar ki, mənasını verir. Məsəl üçün, I've got a pretty good idea of how to get there. Ora necə gedəcəyim barəsində olduqca yaxşı bir fikrim var. Nothing really changed around here. One day is pretty much like the next. Burada sərf ilə işlənir. Buralarda o qədər də dəyişən bir şey yoxdur. Günlər demək olar ki, bir digərinin eynisidir. Bundan əlavə, pretty sifət kimi qəşəng, gözəl, şirin, xoş, sevimli mənasında işlənirsə, iki sifət arasında ya vergül qoyulur, ya da and bağlayıcısı yazılır. The daughter is a pretty, clever girl. Virgüllə ayrılıb. I have so many pretty and talented friends. And ilə ayrılıb. Və yaxud pretty and aristocratic. And ilə ayrılıb. Sifətlərin bu sıralanması adjective clause içərisində önəm kəsb edir. Əgər sifətlər ifadə etdikləri isimdən sonra gəlirsə, onlar arasındakı sıralama önəmi itirir və aralarında ya and ya da ziddiyyət ifadə edirsə, but bağlayıcı işlənir. Gəlin diqqət eləyək nümunə ilə. İstanbul is a big and crowded city. İstanbul böyük və izdihamlı bir şəhərdir. Their son is clever but disobedient. Onların oğlu ağıllı, lakin söz dinləməzdir. Bu qaydaya görə bizə nə deyirdi? Deyir ki, sifətlərin bu sıralaması adjective clause içərisində önəm kəsb edir. Və əgər onlar, sifətlər ifadə etdikləri isimdən sonra gəlirsə də, onların arasındakı sıralama önəmini itirir. Və aralarında ya and və ya ziddiyyət ifadə edirsə, bax, hər birində bizdə nümunədə görürük ki, isimdən sonra gəlir, İstanbul sonra gəlibdir, Zeyasan sonra gəlibdir sifətlərimiz. Sıralama artıq burada önəmini itirir, çünki
Sıralama mütləq lazımdır. İsmin qarşısında işlənirsə sifətlərimiz və ya endlə bağlanır, ziddiyyət bildirirsə də bağlanır batla. Gəlin örnək suala diqqət edək. In which of the following is there a mistake with adjective order? Yəni, hansı variantda sifətin sıralanması düzgün verilməyibdir? A variantına baxaq. A wonderful old Italian clock. Çox gözəldir, əsrarəngiz, qədim İtalyan saatı. Əsrarəngiz, çox gözəl, möhtəşəm. Bu opinion sifətdir. Mənim üçün möhtəşəm ola bilər, sizin üçün yox. Old, age-dir, opiniondan sonra gəlir. Italian, origin-dir, nationality-dir, axırda gəlir. Düzgün sıralanmadır. B variantına baxaq. A pair of black leather shoes. Black rəng, leather material. Doğrudur, birinci rəng gəlir, sonra material. C variantına amazing new Turkish movie. Amazing, əyləncəli, opiniona aid olan sifətdir. New, age-ə aid olan sifətdir. Turkish, origin-ə aid olan sifətdir. Doğru sıralamadır. D variantı long, lovely, red dress. Long, uzun, size'dır. Lovely, xoşa gələn, bu artıq əslində lovely əvvəldə durmalıdır. Çünki bu opiniondur. D variantı yanlışdır, bəli. D variantı yanlışdır. Çünki lovely opinionda olmalıydı. A lovely, long, red dress. Y variantı isə big square blue box, big size'dır. Square shape'dir, forması. Blue kale rəngidir. Hər bir şey sıralama doğrudur. Sıralamanın doğru olmadığı D variantıdır. Bu bizdə deməli sifətlərin sıralanması və mütləq bunun sıralanmanı əzbər öyrənin. Çünki mütləq düşə bilər. Düşə bilər sıralanmanı xahiş edirəm öyrənəsiz. Burada isə bizə gradable and non-gradable adjectiveslər verilir. Dərəcələnə bilən və bilməyən sifətlər. Gəlin bundan tam tanış olaq. Çünki bu da mütləq şəkildə bizə lazım olan sifətə aid mövzulardan biridir. Mütləq şəkildə. Və onu deyim ki, bu mövzu bizim dərsliklərimizdə də var. Gradable adjectives, yəni ki, dərəcələnə bilən sifətlər. Bir çox sifətlər dərəcələndirilə bilir. Bu, həmin sifətin fərqli keyfiyyət və ya özəlliyə sahib ola biləcəyi anlamına gəlir. Məsələn, hər hansı bir əşya ya da insan a bit cold, very cold or extremely cold ola bilər. Yəni ki, biraz soyuq, çox soyuq, əsrarəngiz dərəcədə soyuq. Təyin ediciləri, modifiers təyin edicilərdir. Köməklə fərqli şəkillərdə dərəcələndirmək mümkündür. She was quite angry when she found out. Bunu biləndə çox əsəbləşdi. Bu, adi dərəcədədir. Quite, adi dərəcədə işlənən zərflərdən biridir. It is extremely cold in Russian Zavida. Rusiyada qışda çox soyuq olur, yəni həddindən artıq soyuq olur. The film we saw yesterday was really funny. Dünən baxdığımız film doğrudan da gülməlidir. Ümumiyyətlə yadda saxlayaq ki, necə ki sifətlər dərəcələnə bilir, dərəcələnə bilmir, elə də zərflərdir və dərəcələnə bilən sifətlərlə dərəcələnə bilən zərflər işlənməlidir. Quite, extremely, really bunlar dərəcələnə bilən sifətlərin işlənir. Hər hansı bir isimdən öncə iki gradable adjective gələrsə, aralarında ya virgül ya da and bağlayıcısı işlədilir. Məsələn, an attractive, big qadın. An attractive and big qadın. Bunu da yaddan çıxartmayaq. Some gradable adjective and some modifiers. Fikir verin. Deməli, təyin edicilərdir grading adverbs. A little, a bit dərəcələnə bilənlərdir. A little, a bit, pretty, quite, really, very, extremely, very reasonably, slightly, immensely, dreadfully, rather, intensely, hugely, etc. Sifətlərimiz nümunə verilir sadəcə olaraq. Angry, big, boring və s. Hər birini oxumuram. Bəzi deyib dərəcələnə bilən sifətlər və bəzi bir neçə təyin ediciləri. Bunlar dərəcələnə bilirlər.
Non-gradable adjective, absolute adjective. Dərəcələnə bilməyən sifətlər absolute sifətlər adlanır. Bəzi sifətlər dərəcələndirilə bilmir. Məsələn, hər hansı bir iş üçün a bit finished və ya very finished ola bilmir. Yəni ki, biraz bitirilmiş, çox bitirilmiş ola bilmir. Bitmiş elə bitmişdir. Bitti, bitti, qurtardı. Başqa bir örnək. Hər hansı biri haqqında a bit did və ya very did işlədirmir. Məsəl üçün, biraz ölü, çox ölü deyə bilmir, yaxud ölü elə ölüdür. Onun az, çox, birazı olmur. Bu elə bir sifətdir ki, məlum məsələdir ki, biz ölüyə deyə bilməliyik ki, biraz ölüb. Biraz ölmək olmur. Və yaxud çox ölüb, çox da ölmək olmur. O bir dərəcədə olan bir şeydir. Bu sifətlər mütləq keyfiyyətləri bildirir və absolutely, totally, completely təyinləciləri ilə işlənir. Bəli, bizim dərəcələnə bilməyən sifətlərimiz, bax, absolutely, tamamilə, totally, completely, hər biri tamamilə mənasını verir. Onlar da işlənə bilər. Məsələn, their farm was totally destroyed by a tornado. Onların fermasının qasırğa tamamilə məhv etdi. My work is completely finished. Now can relax. İşim tamamilə bitdi. İndi istirahət edə bilərəm. Did you see the final match? It was absolutely amazing. Final maçına baxmısınız? Həqiqətən möhtəşəm idi. Yəni ki, tamamilə də burada demirik tamamilə möhtəşəm idi. Həqiqətən artıq dərəcədə möhtəşəm idi. Non-grading adverbs modifiers, yəni dərəcələnə bilməyən sifətlərlə işlənən dərəcələnə bilməyən zərflər. Hansı zərflər dərəcələnə bilməyən sifətlərlə işlənə bilər? Absolutely, totally, completely, really, entirely, perfectly və s. Necə sifətlər dərəcələnə bilməyən sifətlər olur? Bax, burada bizə verildi acceptable, did, destroyed, finished, excellent, enormous, exhausted, yəni oradan oxuyuram. Pregnant, nuclear, ultimate. Diqqətli olun, hər birini oxuyun. 2. Non-gradable adjectives eyni sinifə aid 2 isimlə ifadə olunarsa aralarında and bağlayıcısı yazılır. Lakin fərqli sinifləri bildirən edən isimlərlə ifadə olunarsa aralarında heç bir şey yazılmır. Gəlin deyək, bu nə deməkdir ki, 2 eyni sinifə aid və yaxud fərqli sinifə, eyni sinifə aid olarsa da and, fərqli siniflərə aid olarsa heç bir şey yazılmır. Məsələn, financial and political conditions. Baxın, deməli, maliyyə və siyasi vəziyyətlər. Həm maliyyəvi, finansavi, həm də siyasi şərtlər, bunlar eyni şeydir. Bunlar bir sinifə aiddir. Bu şərtlər bir sinifə aid olan sifətlərdir. Amma improving financial conditions, deməli, inkişaf etmiş maliyyə şərtləri tamamilə başqa sinifə aid olan sifətlərdir və ona görə də heç nə yazılmır. Present and past participles as adjectives. İndiki və yaxud keçmiş zaman feili sifətlər sifət kimi işlənməsi. Burada mən çox dayanmıram, çünki siz bunların hər birini bilirsiniz. Sadəcə olaraq gəlin qaydasına baxaq. Present və past participle feil kökündən düzələn cümlə içində sifət rolunda çıxış edən sözlərdir. Running water, increasing food prices, mentally retarded children və s. Present participle-da feil kökünə ing şəkil artırılmaqla düzəlir, bunu bilirik. Past participle-da qaydalı feilləri id şəkil artırılmaqla, qaydasız feillərin isə feilin 3-cü forması ilə düzəlir. Bunları da bilirik. Üzlərində dayanmıram. Niyə? Çünki bunların hər birini biz sizinlə necə düzəlməsini bilirik. Gəlin baxaq örnək sualımıza. Predicative only adjectives differ from prototypical adjectives, being limited in both grammatical form and grammatical function. Deyir, yalnız predikativ only sifətlər digər sifətlərdən fərqlənir. Hər iki
yerdə həm qrammatik formasına görə, həm qrammatik funksiyasına görə məhdudlaşdırıcı olur. Based on the information above, which of the underlined adjectives below is a predicative only adjectives? Deyir, bu məlumata əsaslanaraq altından xətt çəkilmiş sifətlərin hansı yalnız predicative only adjectivesdir? Gəlin baxaq. He was the last person to see the woman alive and suspicion immediately fell on him. Məlum məsələdir ki, burada bizdə deməli predicative only adjectives bizdə burada oldu alive fiili, canlı. Bu hər funksiyasına görə də və qrammatik formasına görə də canlı məhdudlaşdırıcıda canlı vəssalam. A variantıdır doğru. B variantında minor developments, minor bu bizdə predicative only adjective deyil. C variantında little var, industrial var. D variantında significant var, male, female var. Y variantında popular, self-confident, later. Bunların heç biri həm qrammatik formasına, həm qrammatik funksiyasına görə limited, yəni məhdudlaşdırıcı deyil. Onlar isimin qarşısında da işlənə bilər, isimdən sonra da işlənə bilər. Yəni bunların heç birində məhdudlaşdırıcı bir şey yoxdur. Amma A variantındakı alive sifəti yalnız isimdən sonra gələ bilər. Degrees of adjective sifətin dərəcələri. Biz sizinlə sifətin dərəcələrini keçmişik. Sadəcə olaraq mən burada sizə bazamızda olmayan bir-iki deməli nüansı göstərmək istəyirəm. Vəssalam. Eynidir. Mən sizə keçdiyim elə bazadakı sifətin dərəcələri eynidir. Bilirik ki, adi dərəcədə məsəl üçün as, ondan sonra nümunələrin üstündə dayanmıram. Not inkar üçün not as işlədirik. As, so, bax bura baxın, xahiş edirəm. Sonra gəlir ondan sonra as, so adjective, and noun. As, so, as bağlayıcılar arasında adjective, noun forması işlədilməz. Lakin isim sayılan tək olarsa, so, as adjective, sonra isə isim an artiklından gəlir. Gəlin nümunədə baxaq. As important as skill as. Bu doğrudur. Baxın, as important əslində biz sizinlə necə keçmişdik? Yalnız sifət var idi orada. Reading, nümunəni başa salıram Nigari. Reading is as important as reading is. Bax, bu belə keçmişik. Amma indi bizə deyir ki, əgər bura araya as, so, as'ın arasına sifətdən sonra isim düşürsə də, o isim sayıla bilən tək olarsa da mütləq şəkildə qeyri-müəyyənlik artiklından işlənməlidir. Nümunədə də göstərir. As important as skill as reading is. Nəsə soruşmaq istəyirdiniz? Nigari, buyurun. Müəllim, içərisindən soyadını necə ayırmaq olur? Çünki onlar qarışdırıcı biraz. Yox, ikisi də eyni dərəcəni bildirir. Sadəcə olaraq so, çox vaxtı inkar üçün də işlənir, amma ikisi də eyni dərəcədədir, adi dərəcədədir qızım. Fərqləndirmək lazım deyil. İkisinin də qaydası eynidir. Yəni ki, onlar ikisi də özündən sonra sifəti adi dərəcədə götürür. Və hər ikisi özlərindən sonra sifət, sonra isim gəlirsə də, həmin isim sayıla bilən təkdirsə, mütləq qeyri-müəyyənlik artiklından götürürük. Hərçənd ki, bazada biz keçirirdik as, not so as, not as. Əslində burada da belə yazmalıydılar. Not so as'dən olmalıydı əslində. Yazmayıblar. Amma əslində bir daha deyirəm, not so as'dir. As, həm təsdiq, həm inkar cümlələrdə, həm olur as, həm not as. Amma so as əslində inkarla işlənilir.
Sonra as, so, many, few, much, little, noun. Bəli, as'dən, so'dan sonra bizə gələ bilər cəm isim, bax yazılıbdır. As, so, as formasını miqdar ifadələri olan many, few, much və little ilə də işlətmək olar. Məsəl üçün, I don't have as many books as you have. Və yaxud I don't have so many books as you have. Görürsünüzmü? Burada inkarlıqda da verilibdir. Bəli, so inkarlıqla gəlir. Və sadəcə olaraq bizə burada başa salır ki, as so-dan sonra ismimizin qarşısında miqdar ifadələrdə işlətmək olar. Yaddan çıxartmayaq. As much as formasını feilləri ifadə edərkən işlətmək olar. Əlbəttə ki, axı biz bilirik ki, much ismin qarşısında sifət kimi. Amma feildən sonra işlənərsə, zərf kimi işlənir. Deməli, biz onları, feilləri, formasını feilləri ifadə edərkən də işlədirik. Məsələn, she doesn't smoke as much as she used to. Bax, biz burada feili ifadə etdik. Əvvəlki kimi siqaret çəkmir. Prices have increased as much as 300%. Qiymətlər 300%-ə qədər artıb. Nəyi yadda saxlamalıyıq mütləq şəkildə ki, as, so, as ilə birlikdə just, almost, nearly, not quite və no və niyə zərflərini işlətmək olar. Bax, sizin diqqətinizi buna çəkmək istəyirdim ki, almost as good as, not quite as good as və yaxud not quite so good as. Qarşılaşdırdığımız iki isim arasındakı fərqi vurğulamaq üçün not nearly, now və niyə əvəzliklərini as, so, as ilə birlikdə işlədilə bilər. Məsələn, I've seen the film, but it was not nearly as good as the book. Filmi izləmişdim, amma kitab qədər gözəl değildi. Such as, bunu artıq bilirik ki, biz üzərində dayanmıram. Fərqlilik bildirən digər bir forma isə such as arasında adjective, noun birlikdə işlədilir. Bunu bilirik ki, suchdan sonra mütləq şəkildə sifət gəlsə belə yenə isim gəlməlidir. Suchdan sonra gələn ismimiz sayılan təkdirsə mütləq şəkildə qeyri-müəyyənlik artiklı olmalıdır. Bunun üzərində dayanmıram. Edəcək qədər anlamında işlədilən iki forma vardır. Bunlardan biri özündən sonra sifət gələn as, so, adjective, as, to, verb. Digər isə özündən sonra adjective, noun, gələn such, adjective, noun, as, to, feil. Fikir verin. Baxın. The noise from the factory was so loud as. To prevent. Gördünüz mü? To'lu məstər. Və yaxud so small as not to be. To'lu məstər. Such a disrespectful boy as to shout. Bax, burada mütləq diqqətli olun. Edəcək qədər anlamında işlədilir. Deyir ki, the noise from the factory was so loud as to prevent me sleeping. Zavoddan gələn gürültü yatmağa imkan verməyəcək qədər yüksək idi. The difference was so small as not to be worth arguing about. Fərq mübahisə edilməyəcək qədər kiçik idi. He is not such a disrespectful boy as to shout at his mother. Anasının üstünə qışqıracaq qədər sayğısız bir oğlan deyil. Quruluşu yadda saxlayaq. Edəcək qədər nə vaxt biz bunlardan sonra məstəri to ilə işlədirik? Əgər bizə edəcək qədər mənasını verirsə də, as, so, adjective, as, burada artıq isim yoxdur. To, such, adjective, noun, as, to. Sonra qarşılaşdırılan iki isim arasındakı fərqin neçə qat olduğunu göstərmək üçün half as, twice as,
Three times as kimi formalar işlədilir. Məsəl üçün, it is not possible for me to earn even half as much as he does. Onun qazandığının yarısı qədər mənim qazanmağım mümkün deyil. Petrol is twice as expensive as it was a few years ago. Benzin bir neçə il əvvəlkinə görə 2 dəfə bahadır. Əgər daha öncəki ifadədən hansı iki şeyin müqayisə edildiyini anlaşılırsa, twice as formasının ikinci əzi işlədilməyə gərək duymadan qısaltma edilə bilər. Məsələn, a new Ford is $50,000, but a new Mercedes is twice as expensive. Da artıq twice as expensive as deməklə ehtiyac yoxdur. Elə qısaltma twice and expensive də ola bilər. The same as, görün əzlə nələr işlədilir. The same as araya bir isim alaraq işlədilir və qarşılaşdırılan iki şeyin eyni olduğunu bildirir. Lakin the same as və ya sadəcə the same isim olmadan da işlədilə bilər. You have got the same taste in clothes as me və yaxud as I have. Bunların hamısında nigari. As kimi tərcümə olunur, kimi mənasında tərcümə olunur və hər birində də yəni ki, görün nələr sadaladıq ki, bayaqların biz sifəti keçəndə bazada elə deyirdik as, not so as, elə deyilmi? O abituriyentin bazasına kifayət edirdi. Amma görün, düzdür, bunların hamısında bunlar adi dərəcədə işlənir. Amma görün nə qədər sifətlə işlənməsi, saçla işlənməsi, the same-lə işlənməsi, hamısı burada açıq aydın verilibdir. Əgər qarşılaşdırılan hər iki isim cümlənin əvvəlində işlənərsə, as işlənməz. Diqqət edin. Əgər qarşılaşdırılan hər iki isim cümlənin əvvəlində işlənərsə, baxın, I arrived home at the same time as my father last night. Burada qarşılaşdırılmış iki isim, birim I'dır mənəm, biri də my father'dir. Bunların hər ikisi cümlənin əvvəlində gəlməyib. Ona görə the same time-dan sonra as işlətdim. Amma indi digər cümləyə baxın. Last night, my father and I qarşılaşdırıldığım iki isim cümləmin əvvəlində gəldi. Arrived home at the same time. Artıq as işlədilməz. She still lives at the same house as her parents. Qarşılaşdırdığım iki ismin birincisi she cümlənin əvvəlində, ikinci her parents cümlənin axırında gəldi. Ona görə the same house as. Amma her parents and she still live at the same house. Artıq burada as işlətməyə ehtiyac yoxdur, heç işlənməz də, işlənsə də heç düzgün alınmaz. Kimi demək üçün biz ondan sonra digər ismi gətirməliydik. Sonra different from, to, than, dan-dən fərqli. Different sözü fərqli, eyni deyil anlamlarında işlədilir. İki insanı və ya əşyanı müqayisə etmək istədikdə başqa bir ifadə ilə fərqli olduğu bildirmək üçün differentdən sonra ya from ya da to işlədilir. In American English daha çox different than işlədilir. In American English. Əslində biz British English ilə testlərimiz hamısı deməli təqdim olunur. Qarşılıqlıq da var. Amma burada deyir ki from, to, amma in American English than different, than ilə də işlədilir. Məsələn, this house is quite different from your last one və yaxud from to your last one. Bu ev sizin sonuncu evinizdən tamamilə fərqlidir. Your pronunciation is hugely different from mine və yaxud different to mine. Amma this tea tastes quite different than the one I usually drink. Və yaxud quite different from the one və yaxud to the one. Bu çayın dadı mənim adətən içdiyim çaydan tamamilə fərqlidir. Bənzəyən və fərqli olan nöqtəni nəzərə çatdırmaq üçün
baxımından mənasında, anlamında işlənən in, that, üstəgəl sentence ifadəsi ilə göstərir. Xahiş edirəm, burada diqqət edəsiniz. Ümumiyyətlə bütün qrammatikada biz sizinlə keçirik ki, zətdən əvvəl sözün işlənməz və yaxud sözünündən sonra zət işlənməz. Biz bunu sizdən %100 bilirik. Amma indi yeganə haldır ki, biz zətdən əvvəl in işlədirik. Nə vaxt? Bənzəyən və fərqli olan nöqtəni nəzərə çatdırmaq üçün. Baxımından mənasında işlənən in zət. Sonra isə tam bir cümlə gəlməlidir. Gəlin bunu nümunə üzrə baxaq. My point of view is different from yours in that I am more optimistic about the situation deyir. Mənim nöqteyi nəzərim bu mövzuda daha nikbət olmaq baxımından, bax burada in that, baxımından səninkindən fərqlidir. In that burada baxımından mənasını verir. Sənin bu mövzuda daha nikbin olmaq baxımından mənim nöqteyi nəzərim, yəni sənin nikbin olmağı baxımından fərqlidir. Bir daha deyirəm, ümumiyyətlə Q mənasında zətdən əvvəl biz işlətmirik sözünü. Amma yeganə yerdir ki, zət in sözünü ilə işlənir, haradakı o bizə baxımından mənasını verir. Yaddan çıxartmayın. Yalnız bu halda. Similar to, identical to, İki insanın və əşyanın bir-birinə bənzərliyini bildirmək istədikdə, yəni eyni şəkildə, bənzər şəkildə anlamı verilən similar to tamamilə eyni olduğu bildirdikdə isə ilə eyni anlamı verən identical to da işlədilir, eyni. Similar to, identical to. Məsələn, I answered a question similar to this on this forum last month. Buna bənzər. Bu bir suala bu formada keçən ay cavab vermişəm. The tests are identical to those carried out last year. Testlər keçən ilkilərlə eynidir. Bax, bu eyni. Deməli, bənzər similar to, eyni identical to işlənir. Yaddan çıxartmayın və burada da deyir ki, bənzəyən və fərqli olan nöqtəni nəzərə çatdırmaq üçün baxımından anlamında işlənən in that sentence ifadəsi işlənir. My job is similar to yours in that we meet a good many people throughout the day deyir. Mənim işim gün boyu bir çox insanla qarşılaşmaq baxımından səninkinə bənzəyir. So-dan sonra biz bilirik ki, işlədirik ya sifət, ya zərb, zət və sonra isə məlum məsələdir ki, budaq cümlə gəlir. Bu zətdən sonra so, arada sifət, zərf, zət gəlir tam bir cümlə. Yəni bu cümlənin olmalıdır mübtədası, xəbəri, tamamlığı, nəticə bildirir. Bax, so, zət nəticə bildirir. Hansı so, zət? Əgər so ilə zətin arasında sifət və yaxud zərf varsa da. Nəticə bildirən bir form olan so, zət arasında bir sifət və ya zərf alaraq işlənir. Sayılan tək isimlə işləndiyi zaman sifətdən sonra ismin qarşısında qeyri-müəyyənlik ən artikl olmalıdır. Anlam eyni olaraq qalır. The soap was so filling that I don't think I will want a main course. Deyir, şorba o qədər doyurucu idi ki, ana yemək istəyəcəyimi sanmıram. They drove so fast that they could escape the police car that was chasing them. Maşın o qədər sürətlə sürürdülər ki, onları təqib edən polis maşından qaça bildilər. He was so industrious a person that all his colleagues admired him. O qədər çalışqan insan idi ki, bütün məsləkdaşlar ona heyran idi. So, zət miqdar ifadələri mini, much, few və little ilə birlikdə də işlədilə bilir və davamında tam cümlə, mütləq. Mütləq so, sonraki zət tam davamında mütləq cümləni istəyir. Mütləq cümlə deyəndə, yəni bizim orada mütləq şəkildə olmalıdır. Mübtada xəbərimiz mütləqdir. They have so much experience that
They don't need additional training. O qədər təcrübələri var ki, əlavə təlimlərə ehtiyac duymurlar. So that forması inversiya şəklində də işlədilə bilər. İnversiya mövzusunu biz sizinlə keçməmişik ümumiyyətlə, çünki bazada yox idi. Əlavə olaraq mən onu sizə artıq buradan keçəcəm. İnversiya bu deməkdir ki, mübtada ilə xəbər yerini dəyişir. Diqqət edək. Gəlin, bax, bu cümlədəcə mən bunu sizə başa salım. The story was so interesting that I read it in one sitting. Əgər biz so interesting, so və sifəti cümlənin əvvəlində görəriksə, mütləq şəkildə artıq bu cümlədə inversiya olunmalıdır. Yəni, xəbər mübtadadan əvvələ keçməlidir. Diqqət edin. So interesting was the story that I read it in one sitting. Baxdınızsa, gördünüz ki, so interesting cümlənin əvvəlində gəlir, xəbər was, mübtada the story-dən əvvəldir. Bu mütləqdir, bu qrammatik bir qaydadır. Əgər cümləmiz so sifəti ilə başlayıbsa, əgər başlayıbsa, bu demək deyil ki, əgər cümləmizdə hər harda olursa olsun so sifət var. Xeyr, yalnız və yalnız əgər cümləmiz so sifəti ilə başlayıbsa da, həmin cümlədə inversiya olunmalıdır. Xəbər köməkçi feil ilə ifadə olunubsa da, köməkçi feil ilə ifadə olunmuyubsa da, köməkçi feil mübtadadan əvvəl durmalıdır. Yaddan çıxartmayın. Such, sifət, isim, zət, yenə bütün cümlə o qədər ki deməkdir. Nəticə bildirən bir form olan such, zət arasında bir sifət və ya zərf alaraq işlənir. Lakin arasında isim gətirərək such, noun, zət şəklində işlədilməsi də mümkündür. Yalan deyir, burada düz demir, zərf işlənmir. Zərf işlənmir, yalnız saçdan sonra sifət işlənməlidir. Zərf o vaxt işlənər ki, sifəti təyin edər saçdan sonra, onda bəli işlənə bilər. He is such a bad-tempered person that no one can work with him for long. O qədər pis xasiyyətli adamdır ki, heç kim onunla uzun müddətdir çalışa bilmir. Burada sizə yalnız yadda saxlamaq lazımdır ki, saç, sifət, isim, zət gəlibsə də sonra cümlə gəlməlidir. Və saç, zət miqdar ifadələri a lot of, a few, a little ilə birlikdə də işlədilə bilir və davamında tam cümlə gəlir. He bought such a lot of books that he couldn't read them all. Burada da yalan deyir. Saçdan sonra yalnız a lot of gələ bilər. Heç vaxtı saçdan sonra a few və yaxud a little işlədilmir. O, orada yanlış düşübdür. Yadda saxlayın ki, saçdan sonra yalnız a lot of gələ bilər. Burada da deyir ki, saç, zət cümlənin əvvəlinə gəlirsə, burada da inversiya olunur. İnversiya şəklində işlədilə bilər. Məsəl üçün, it was such an interesting story that I read it in one sitting və yaxud such an interesting story was it olmalıydı. Yenə səhv yazıblar. Such an interesting story, it was yox. Was it that I read it in one sitting. Yazıblar ki, inversiyada ama heç inversiyanı düzgün qoymuşlar. To, adjective, adverb, to, feil, deməli, ilkin formasında edə biləməyəcək qədər. Bax, burada diqqətli olaq. Bəli. Burada diqqətli olaq 7-ci siniflərimizdə olan qaydadır. Edə bilməyəcək qədər. To, nigari. Əgər siz görsəniz ki, sizin sifətinizin və yaxud zərfinizin qarşısında to durubsa, birincisi, onlardan sonra gələn feil to'lu məstər formasında gəlir. Və cümləyə bu inkarlıq gətirir. Edilə bilməyəcək, o qədər ağırmı, çətinmi, mümkün olmayandır ki, edilə bilməyəcək mənasını verir. Məsələn, to verb forması negativ anlam ifadə edir. Arasına sifət və ya zərf ya da many, few, much, little, noun alaraq işlənir. Bundan başqa, arasında sifətlə birlikdə sayılan tək isim gələrək, adjective and noun şəklində də işlətmək mümkündür. Ən əsası siz burada yadda saxlayın ki, əgər to, sonra isə sifət gələr, zərf gələr, isim gələr, dəxli yoxdur,
feili to'lu məstər formasında götürməlisiniz. Vəssalam. Testlərimizdə vurğu bununladır ki, to, bax belə yadda saxlayın. To. Bəli, testlərimizdə əsasən yoxlanılır ki, bilirsinizmi ki, to-dan sonra indi sifətin zərfin gəlməsi öz yerində gələn feil hansı formada gəlir? To-lu məstər formasında gəlir. Məsələn, və bir daha deyirəm, dərsliklərimizdə 7-ci sinifdə verilibdir bu qayda. She was too slow to win the race. Yarışı qazana bilməyəcək qədər yavaş idi. They have too many heavy bags to carry. Daşıya bilməyəcəkləri qədər yükləri çox ağır idi. He arrived too early to have a lengthy conversation with her. Onunla uzun uzadı söhbət etmək üçün çox erkən gəldi. Sonra adjective, adverb, enough yenə də məstər to'lu gəlməlidir. Yetərli deməkdir artıq burada. Bu da 7-ci sinif dərsliklərimizdə elə to ilə bərabər verilibdir. Amma diqqət edin ki, indiyənə kimi mən sizə başa saldıqlarımın hər birinin içində bizim sifətimiz və yaxud zərfimiz adi dərəcədədir. Enough sifət və ya zərfi təyin etdiyi zaman onlardan sonra işlənir. Bir ismi təyin etdikdə isimdən əvvəl, enough isimdən əvvəl gəlir, noun məstər to'lu işlənir. Hər iki halda da enough davamında bir feil ilə işlənərsə, bu feil to'lu məstər şəklində olmalıdır. Dəqiq yadda saxlayaq ki, enough isimdən əvvəl, sifət və zərfdən sonra. Və yadımıza salaq ki, əgər enough isimdən əvvəl işlənib ismi təyin edirsə, enough özündən sonra sayıla bilən cəm isim və yaxud sayılmayan isim götürür. Yox, əgər enough sifətdən, zərfdən sonra gəlibsə, artıq orada sayılan tək isim işlənə bilər. Bu öz yerində. Enough, sifət, zərf, enough feilimiz gəlibsə, to'lu məstər olmalıdır. Məsələn, the garage was big enough to fit two cars in. Qaraj 2 maşın sığıla biləcəyi qədər böyük idi. Yetərli idi. Yetərincə böyük idi. He recovered from the injury quickly enough to win the championship. Quickly zərf, enough ondan sonra gəlibdir. Çempionluğu qazanmaq üçün zədədən yetərincə tez bir şəkildə sağaldı. 2. The comparative degree müqayisə dərəcəsi. Bunu da artıq biz sizinlə demək olar ki, bazasını bilirik dərindən. Sadəcə olaraq burada da bir neçə məqam var ki, biz onları bugün bilməliyik. Müqayisə dərəcəsində olan sifət insanların və əşyaların başqalarına fərqli olduğu göstərmək üçün işlədilir. Daha nisbətən kimi tərcümə olunur. Müqayisə dərəcəsi er şəklisi və ya more sözü ilə düzəlir. Əsasən bir hecalı və bəzi iki hecalı sifətlərlə er artırmaqla düzəlir. Bunların üzərində dayanmıram qızım, çünki biz bunları tam bilmişik. Sadəcə olaraq zən bağlayıcısından sonra bir subject, bir object, bir clause və inversion gələ bilər. Yəni, zən bağlayıcısından sonra mübtada, tamamlıq, cümlə, inversiya gələ bilər. Bircəsinə baxaq, the Pacific Ocean is deeper than the Indian Ocean. Sakit okean Hind okeanından daha dərindir, daha dayanmıram üzərində. Mən sizə burada yalnız və yalnız bazada keçirilməyəcəyə baxaq digər qaydaya. 2. Daha çox hecalı sifətlərin və sonu ing, id, s ilə bitən az hecalı sözlərin müqayisə dərəcəsi more, less artırmaqla düzəlir. Bunu bilirik. Üzərində dayanmıram. Amma cədvəl bəzi iki hecalı sifətlər həm er, həm də more artırmaqla düzəlir. Clever ola bilər cleveryə, more clever. Common ola bilər commonə, more common. Cruel, more cruel və s. Müqayisə dərəcəsində bəlli bir isim işlədildiyi zaman z artiklı ilə işlənir. Aha, gəlin buranla dayanaq.
Biz sizinle çok gözəl bilirik ki, müəyyənlikcə artiklı sifətin üstünlük dərəcəsində işlənir. Amma görün burada bizə nə deyir? Müqayisə dərəcəsində bəlli bir isim işləndiyi zaman Z artiklı ilə işlənir. Gəlin bunu nümunə üzrə baxaq. Which of those two is your English teacher? Bu ikisindən hansı İngilis dili müəlliminizdir? Deyir, the taller of them is my English teacher. Hündür olanı müəyyən daxı, elə deyilmi? Bəllidir bizə artıq. Deyir ki, daha hündür olanı, onlardan daha hündür olanı İngilis dili müəllimimdir. Z taller. Mən burada bəlli olan bir şeyi göstərirəm. Müqayisə dərəcəsi olmasına baxmayaraq müəyyənlikcə artiklı işləndi. Və yaxud I like both BMW and Toyota, but I think BMW is the nicer. Və yaxud nicest of the two. Həm BMW-ni, həm də Toyota-nı bəyənirəm. Amma məncə ikisi arasında BMW daha gözəldir. Daha gözəldir. BMW bəlli olduğu görə mən nice müqayisə dərəcəsində olan sifəti müəyyənlikcə artiklı ilə işlədə bilərəm. İki isim müqayisə edərkən aşağıdakı zərfləri işlədərək müqayisənin dərəcəsini artırmaq və ya azaltmaq olar. Biri quite, biri fairly. Daha doğrusu quite və fairly müqayisədə işlədilməz. Gəlin baxaq. İki ismi müqayisə edərkən aşağıdakı zərfləri işlədərək müqayisənin dərəcəsini artırmaq və ya azaltmaq olar. Bizə deyir ki, quite və fairly işlətmək olmaz. Intensifiers, yəni ki, cədvələ baxaq, artırırıq dərəcəsini. Nələrlə? Sifətin müqayisə dərəcəsində olan sifətlərimizin qarşısında far, much, a lot, many, even, hardly, scarcely, almost, nearly, any, no, rather, considerably işlədərək onların dərəcəsini bir balaca da artırmış oluruq. Yox, a little, slightly, a bit, somewhat işlədərək onların dərəcəsini azaltmış oluruq. Nümunələrin üzərində dayanmıram. Müqayisə dərəcəsi, digər qaydamız. Müqayisə dərəcəsindən sonra sayılan tək isim gələrsə, ən qeyri-müəyyən artikl işlənir, bunu bilirik. Bir vəziyyətin davamlı, burada diqqətli olun. Bir vəziyyətin davamlı olaraq dəyişdiyini vurğulamaq üçün comparative adjective qoşa şəkildə işlənə bilər. Yəni ki, müqayisə dərəcəsində olan sifət qoşa şəkildə işlənə bilər. Bir vəziyyətin davamlı olaraq dəyişdiyini göstərmək üçün. Məsələn, my father is looking old and old. Atam getdikcə daha yaşlı görünür. Yəni deyir ki, atam görünür, atam daha qocalmış, daha yaşlı, getdikcə. Bax, burada iki sifətin müqayisə dərəcəsində qoşa işlədilməsi çox vaxtı sizə getdikcə mənasını verəcək. Məsəl üçün, it is becoming more and more important to know a foreign language. Xarici dil bilmək getdikcə daha önəmli hala gəlir. Z, müəyyənlik Z artiklı və more, Z more və yaxud da ki, sifətin müqayisə dərəcəsi nə qədər, bir o qədər. Yadda saxlayaq. Bir daha bilirik ki, müəyyənlik Z artiklı üstünlük dərəcəsində işlənir. Amma əgər siz sifətin müqayisə dərəcəsinin qarşısında müəyyənlik Z artiklı və yaxud more'un qarşısında müəyyənlik Z artiklı görürsünüzsə də bu nə qədər, bir o qədər mənasını verir. Bir-birinə bağlı iki ismin paralel dəyişdiyini ifadə etmək üçün the more forması işlədilir. Məsələn, the more resources we invest in the improvement of education, the better future we can hope to have. Təhsilin inkişafına nə qədər çox resurs yatırsaq, o qədər yaxşı gələcəyə sahib olmağa ümid edə bilərik. The more money you have,
The better you live. Nə qədər çox pulun varsa, bir o qədər yaxşı yaşayarsan. Irregular adjectives bilirik ki, qaydasız bizim sifətlərimiz var ki, onlar ümumi qayda ilə müqayisə və yaxud üstünlük dərəcəsini düzəltmir, özləri kökündən dəyişərək olur. Məsələn, bilirik good, better, bad, worse, much more, many more, little less, few, fewer, far, farther, further, late, later, later, old, older, elder üzərində dayanmıram. Amma farther iki formada komparativ olur. Farther yalnız məsafə bildirir. Further isə həm məsafə, həm də zaman bildirir. Further'nin digər mənası more deməkdir. Farther isə bu mənada işlədilməz. Bax, bu yerini mütləq öyrənin. Məsələn, your house is deyə bilərəm farther, deyə bilərəm further from the city center than ours. Sizin eviniz şəhər mərkəzinə bizimkindən daha uzaqdır. Həm farther, həm further daha uzaq mənasını verir. Amma let's speak about our further plans now. İndi də gələcək planlarımız haqqında danışaq. Gələcək mənasını further vermir, yalnız further verir. I'll let you know as soon as I get further və yaxud more information. Ətraflı məlumat alan kimi sizə xəbər edəcəm. Yəni ki, daha çox məlumat alanca. Burada da bizdə further yox, further və yaxud more işlənir. The former letter nə deməkdir bunlar? Letter, ardıcıl danışılan iki şeydən ikincisi, sonuncusu mənasında. İki şeydən birincisi mənasında isə form işlədilir. Məsələn, there are two films on at the same time. One of them is a detective and the other one is a romantic comedy. I'd prefer to watch the latter. The latter hansı? İkinci, yəni ki, comedy, romantic comedy. I'd find the former hansı? Yəni ki, birinci. Too nerve-wracking. iki film var. Biri dedektiv, digəri romantik komediyadır. Mən ikincisini tercih edirəm. İlkini çox can sıxıcı hesab edirəm. The latter ikisindən axırıncısı, ikincisi, the former isə birincisi deməkdir. Məsələn, our former teacher həmçinin köhnə müəllimimiz. Former komparativ deyil. Sözün öz kökündə var. Formül isə zərfdir və köhnədən, əvvəllər mənasındadır. Məsələn, I formerly worked as a clerk. Əvvəllər katib olaraq çalışırdım. Older, elder, biz bunları sizinlə bilirik ki, iki isim yaşını müqayisə edərkən older işlədilir. Lakin ailə daxilində, ailənin üzvlərindən böyük qardaş, böyük əmi və s. ailə üzvlərindən daha böyük olanı ifadə edərkən eldə işlənir. Zən işlənən cümlədə eldə işlənməz, çünki zən müqayisə bildirir. Here, elder brother, onun, deməli, onun hansı qardaşı, yaşca böyük qardaşı ona çöldə qalmağa icazə verir. Burada yazılmıyor yaşca böyük, amma brother isə elder olmalıdır, yaşca böyükdür, o mənanı verir. I have two sisters, one is older than me and one is younger. İki bacım var, biri məndən böyük, biri isə kiçikdir. Bəli, zən olan yerdə əgər biz müqayisə etmək istəyiriksə, elde yox, oldu işlənir. More so, less so. Bu nə deməkdir? İki ismi müqayisə edərkən more so daha çox və less so daha az işlədirə bilər. Ümumiyyətlə, Nigar, yadda saxlayaq ki, müqayisə dərəcəsi tək more ilə yox, less ilə də düzələ bilir. More daha çox mənasını verir. Less isə daha az mənasını verir və more ilə eyni səviyyədə durur. Sizin müqayisə dərəcəniz necə more ilə düzəlirsə, daha az mənasını vermək üçün less ilə də işlənə bilir. The kitchen is very old-fashioned.
The living room more son. Deyir ki, qonaq otağı mətbəxdən daha köhnədir. İndi buna baxaq. My old office was very dark. My new office less so. Yeni ofisim köhnə ofisimdən daha az qaranlıqdır. Pronoun and noun after then and as. Then və as-dən sonra feil subject verb şəklində işlədilir. Əgər feil işlədilmirsə, object pronoun və yaxud noun işlədilir. Məsələn, you are taller than me və yaxud you are taller than I am. She can sing better than you və yaxud she can sing better than you can. Burada bizə göstərir ki, than və as-dən sonra feil subject verb şəklində. Than və as-dən sonra biz feil işlətmək istəyiriksə, mütləq şəkildə onun qarşısında onun mübtədası olub, yəni ki, isim olub, sonra feil işlənməlidir. Əgər mübtəda sahiblik bildirirsə, than və as-dən sonra possessive noun, pronoun işlənilir. Bəli, bax bunu siz bilməlisiniz ki, əgər mübtəda sahiblik bildirirsə, than və as-dən sonra ya yəlik halda olan isim ya da əvəzlik işlədilir. Baxın, your parents aren't so straight as mine. Burada mübtəda sahiblik bildirir də as my parents demək istəyirəm. Və yaxud as my parents are. My hair is longer than hers. Yəni, than her hair. Than her hair is. Bax, bu şəkildə. As so, as ikinci tərəfədəki as sonra inversion da gətirə bilər. Məsəl üçün, my sister is as diligent as me və yaxud as mübtəda I feil am və yaxud inversiyonu formasında as am I. Bax, belə də ola bilər. Və bugünkü qaydamızın sonu olaraq superlative degree üstünlük dərəcəsi. Burada artıq nə keçmişəmsə onun üzərində dayanmıram. Bilirik ki, müqayisə aparılaraq işlədilir və ismin aid olduğu sinifdə ən yüksək və ən aşağı keyfiyyətə sahib olduğunu bildirir. Bilirik ki, the is və yaxud the most ilə düzəlir. Cədvəldə bizə nümunələr verilibdir. Hansı cümlələrdə işlənir? Have və has və had və in, at, on, among, of, all, one, of, plural noun, phrase, söz və ifadələr olan cümlələrdə işlədilir. Dayanmıram nümunələrin üzərində tək hecalı sifətlərin və ya sonu y, of ilə bitən iki hecalı sifətlərin üstünlük dərəcəsi də ist ilə düzəlir. Sonra nə gəlir? Bəli, bunu bilməliyik ki, iki və daha çox hecalı sifətlərin və sonu ing, id, s ilə bitən az hecalı sözlərin üstünlük dərəcəsi the most ilə düzəlir. Cədvəldə verilir ki, bəzi iki hecalı sifətlər həm ist, həm də most ilə düzələ bilər. Cədvələ dəqiq baxırsınız. Amma buradakını gəlin biz sizinlə tam özümüz üçün aydınlaşdıraq. Bax, bu qaydanı, cədvəldən aşağıdakı qaydanı. Üstünlük dərəcəsində işlənən sifətlərdən öncə mənanı daha artırmaq məqsədi ilə by far, far and away, quite, yet, much, very kimi zərfləri və the superlative single forması işlədilir. Məsələn, Bangladesh is by far the most densely populated country in the world. Bangladeş çox açıq fərqlə dünyanın ən sıx məskunlaşdığı ölkədir. This is far and away the most important point. Bu ən vacib məqamdır. We always use the very best ingredients. Fikir verin, very, z ilə işlənibdir. Çünki üstünlük dərəcəsindədir. Best. Quite the best. Bəli, əslində keçirdik ki, quite adi dərəcə ilə, amma quite üstünlük dərəcəsini daha da artırmaq üçün işlənə bilər. His latest novel is the best yet. Hətta yet, onun son romanı hələ də ən yaxşısıdır. Bax, bəli, artıq bunlarda
diqqətli olmalısınız. Like, as, such as bənzətmə edərkən hər biri kimi deməkdir burada. Hər biri kimi. Like-dan sonra sözün olaraq kimi anlamında, as isə dığı kimi anlamında işlətmək mümkündür. Lakin, like özündən sonra adətən isim alaraq, as ilə bağlayıcı olduğundan özündən sonra cümlə alaraq işlənir. Bəli, bax, bunu artıq bilin. Məsələn, try to study hard like your brother. Qardaşın kimi çox oxumağa çalış, amma try to study as your brother deyə bilmərəm. As bağlayıcı olduğuna görə özündən sonra mütləq şəkildə mübtada xəbər istəyəcək. As your brother does. As preposition kimi işləndiyi zaman davamında bir noun və ya noun phrase gəlir və kimi olaraq anlamında işlənir. Amma as bu şəkildə işləndikdə bənzətmə bildirmir. Çünki as burada söz önüdür. Bağlayıcı deyil artıq. Söz önüdür. Söz önləri isə özlərindən sonra cümlə götürmür. İsim götürə bilər, ismi birləşmə götürə bilər, gerund götürə bilər, amma cümlə götürmür. Məsələn, I meant it as a joke. Zarafat kimi nəzərdə tuturdum. As özündən sonra isim gəldikdə bir şeyin ya ya bir insanın vəzifəsini, işini və rolunu bildirir və olaraq mənasını verir. Like isə kimi anlamı verdikdə bənzətmə bildirir. Məsələn, she works as a teacher. Müəllim olaraq işləyir. Amma like a teacher, you should always be attentive and precious. Bir müəllim kimi, görürsünüzmü? Burada müəllim olaraq yox, kimi mənasını verir. Örnək, nümunə verəcəyimiz zamanlarda like, including və such as arasında anlam fərqi yoxdur. Məsələn, our city has a number of problems such as və yaxud like və yaxud including heavy traffic and overpopulation. Şəhərimizin bir sıra problemləri var, bərbad yollar və işsizlik kimi. Burada bunların hamısı kimi mənasını verir. Cədvəlimizdə verilibdir bizim kökdən dəyişən sifətlərimiz. Bunları biz artıq bilirik. Most sözü z olmadan işləndikdə very anlamına gəlir. Fikir verin. Əslində biz bilirik ki, most sifətin üstünlük dərəcəsini göstərir və onun qarşısında müəyyənlik z artikl olmalıdır. Amma most sözü artiklsız da işlənə bilər. Burada isə çox, very anlamına gəlir. Məsələn, your opinion is most important for me. Yəni, sənin düşüncən mənim üçün çox önəmlidir. Burada demir ki, ən önəmlidir. The most important olsaydı, deyərdik, ən önəmlidir. Yəni, ən birinci yerdə duran önəm. Önəmcə birinci yerdə durandır. Artiklsız işləndiyinə görə sadəcə olaraq çox önəmlidir, deyir. Məsəl üçün, it was a most beautiful day. Yəni, deyir, çox gözəl günüdür. Demir ki, ən gözəl günüydü. Xeyr, sadəcə olaraq burada günün çox gözəl olduğunu deyir. Latest zaman bildirir və ən son anlamına gəlir. The most recent changes can be found on the latest news page. Ən son dəyişiklikləri ən son xəbərlər səhifəsində tapa bilərsiniz. Amma last sıra bildirir. Bax, latest zaman bildirir, last sıra bildirir və axırıncı, sonuncu, keçən, ötən anlamına gəlir. Məsələn, the 31st of December is the last day of the year. Dekabrın 31 ilin son günüdür. Yəni, ondan sonra həmin ilin başqa bir günü olmur. Onunla da bitdi, qutardı. Latestdən sonra yenə nəsə gələ bilər. Düzdür, ən axırıncıdır, ən sonuncudur. Amma davamı ola bilər. Amma lastda davam yoxdur. Last ən sonuncudur. Orada da bitdi, qutardı. Məsələn, the first race of the season took place last weekend. Sezonun ilk yarışı
keçən həftə sonu oldu. Burada keçən həftə, keçən mənasını verir. Yəni ki, keçdi, qutardı. Ondan sonra həmin o həftə sonu gələsi deyil. Və örnək sualımıza da baxaq. Zərfi mən artıq gələn dərs izah edərəm. Örnək sualımız isə belədir. Which of the following sentence contains both a predicative adjective and an attributive adjective? Bu nə deməkdir? Deyir, verilən cümlələrin hansında həm predikativ, həm təyini sifət, həm də ismi xəbər kimi işlənən sifət işlənibdir. Bu bizdə elə özləri göstərib, C variantında qoyurdaca göstərib. Farmers are eligible for government support if they need a certain amount of land lie below. Certain, bax, certain bizdə həmi eligible predikativdir, certain attributive adjectivdir. Burada biz sizinlə artıq sifət mövzusunu tamamilə bitirdik.